Dəniz məhsullarını həddən artıq çox sevdiyimi bir neçə videomda vurğulamışam. Türkiyədə qaldığımız otelin ikinci mərtəbəsində ödənişli restoranlar var idi. Biz də axşam yeməyi üçün balıq restoranını seçdik. İlk olaraq süfrəyə məzələr gətirildi. Məzələrin hamısının dadı yaxşı idi. Sonra isə qızardılmış balaca qırmızı balıqlardan. Ümumən bu balıqların dadını çox sevirəm. İlk dəfə isə asimnokun dadına burada baxdım. Düzünü desəm dadını bəyənmədim. Qızardılmış quyruq dadı verirdi. Ondan yeyə bilmədim. Və kalmar da sifariş verdik. İçərisi tərəvəzli və krevetkalı. Kalmar çox ləzzətli idi. Yediyim fərqli yeməklərdən biri idi deyə bilərəm. Və 3 cür balıq sifariş verdik. Əlbəttə ki, sifariş verdiyimiz balıqların içərisində levrek balığı da var idi. Çünki uşaqlar bizdə bu balığı çox sevirlər. Balıqları da əla idi. Və şirniyyata gəldikdə isə burada bizə 2 cür şirniyyat təqdim olundu. Qaymaqlı ekmek şirniyyatı və bişirilmiş almanın içərisində bol darçınlı həlva şirniyyatı. Mən ekmek şirniyyatının bu dərəcə dadlı olacağını düzünü desəm gözləmirdim. Sadə bir ekmekdən o qədər gözəl şirniyyat hazırlamışdılar. Çox ləzzətli idi. İçərisi helvalı olan alma şirniyyatına gəldikdə isə onun dadını bəyənmədik. Bizim ağız tadımıza uyğun değildi.